Yeni bir videodan hər birinizi salamlayıram xanımlar. Günümüzə və videomuza xoş gəlib, səfalar gətirdiniz. Bugün mən evdəyəm. Dünən izlədiyiniz vlogda qeyd etdiyim kimi bizim artıq iş qrafikalarımız dəyişdi. 2 gün iş, 1 gün evdir. Bugün mənim ev günüm idi, dincəlmək günüm idi, güya. Nə dincəlmək? Heç biz dincələrikmi? Gərək canımızı sitam edək, bütün işlərimizi, güclərimizi görək. Ondan sonra hər şey yaxşı olacaq. Nəysə, burada güllərimin yarpaqlarını qəşəng yumuşam bacılar. Baxın, yenə bir qönçəsi gəlir. Buradan yarpaqları artıq tərtəmizdir. Vallahi şikayətdanla düzü deməyə gərək ayaqlarımızı uzadaq, ondan sonra rahatlanarıq biz. Amma təmizliyimizə də gərək diqqət edək, deyilmi? Təmiz olmaq lazımdır, valla. Bu gülün yarpağını da yudum, buralar tərtəmiz etdim. Səhər yemək pişirmişdim kiftə, dünən izlədiyiniz videoda da. Axşam evə gələndə gördüm qaz peçinin üstünə elə bir bomba düşüb. Buraları təmizlədim, yığdım, yığışdırdım, biraz qablarımız var idi, yudum. Burada bir dənə toyuq çıxartmışam. Bunu o gün aldım, dedim ki, kənd çolpasıdır mı? Dedilər, hə. Amma bu bizim dədə-baba kənd çolpası deyil. Bu broiler mi nə deyirlər? Bu mağazinlərdə satılan toyuğun evdə saxlananıdır. Ona görə belə rəngi sarıdır. İndi bunu gətirib qəşəng doğrayacağım. Bu böyükdür, onu bir dəfəyə bişirəndə öyle. Yarısını bişirərəm indi, yarısı qalar. Bu da mənim gözəlliklərim, güllərim hələ də durur. Qəşəng durur. Buralar belədir. Pəncərələri yumuşam, tərtəmiz etdim. İnanın ki, gözünün ağına atan kir idi, sözün qoy düzünü deyək. O keçən həftələrdə yağışlar yağdı. Dalvadal hər gün yağdı. Bir gün yağış. Yağışın suyunun ləkələri idi. Axırı indi görürəm ki, son zamanda elə bir ki, bir həftədir yağmırdı. Mən işə girəndən dedim, bugün evdəyəm, qolumu çərməyim, bir təmizlik işi görüm. Bunların da yarpaqlarını yumuşam. Bunlar da belə. Hə, bir də sizə nəyə göstərəcəkdim, baxın. Mən şok, mən bacınız şok. Heç məndə orxideya belə olmamışdı. Orxideya sevən bacılarım üçün göstərirəm. Orxideyamız 2 dənə balası gəlir. Baxın, burada bir dənə sürgün gəlir, pöhrəmi gəlir. Buradan bir dənə orxideya olur. Bir də buna baxın, buradan gəlir. Mənim qoçaq qızım, axıllı qızım, nazlı, neymətli qızım. Bugün maması bunların yarpaqlarını yudu, təmizlədi. Artıq tərtəmiz, gül kimik, gözəllik olubdular. Bunu da ki, bacım gətmişdi. Çöl bayır gülüdür. Artıq tomurcuqluyub yazıq burada. İndi bunu, baxın, o darvazanın o çöl tərəfi var, ağac var idi, daradım. Onun yanına yörünə biraz torpaqlar tökəcəm, gətirib qıraqdan. Çünki ora biraz xirişli kimikdir. Ondan sonra gəlib bunu da əkəcəm ora. Bugün bu işləri görəcəm. Buralar belə, bu gözəlliyimizin də yarpağı da belə tərtəmizdir. Bunlar da ki, belə qızlar, hamısını, yəni bir sözdən həm güllərimi yumuşam, həm evimi, eşimi yığmışam. Video çəkmədim çəkməyə, çünki dedim video çəksəm, başım qarışacaq. Buna bax, gətirib para qoplar. Video çəksəm, başım qarışacaq. Tez-tez dedim, işimi, gücümü görüm, ondan sonra videomu başladaram. Bugün uşaqlar lagerə getmişdi, məktəb aparmışdı. Ekskursiyadan, bizim dildə desək, ekskursiya getmişdilər. Tək idim evdə, indi gəliblər. Gətirim indi tez bazar. Bu toyuğu doğrayım, yarısını bişirim, yarısını da atım xaladilnikə. Hə, ondan sonra da şeyə getmək istəyirəm, evdəykən. Üzüm yarpağı yığmaq istəyirəm. Görüm alınsa. Aytacı zəng eləyəcəm. Gedib yenə həmən yerdən üzüm yarpağı yığaram. Artıq demirəm, işlədiyimə görə işlərimi çatdıra bilmirəm. Evdə olduğum günlərdə deyirəm ki, bu işlərimi görüm. Belə, buralar, belə bacılar.
Doğradım. Belə bu qədər oldu bacılar. İndi bunun yarısını ikiyə böləcəm. Yarısını bişirəcəm indi. Yarısını da atarım xaladenikə. O qədər yondum ki, toyuğu nə qədər artıq yağıdır, dərisinidir, belə çıxartdım. Bizdə çünki bunu yeyən yoxdur, istifadə edən yoxdur. Ona görə mən təmiz çıxardıram ətin üstündən. Baxın, nə qədər yağ var. Burada nə qədər yağ çıxartdım mən, amma bu ət də yağlıdır. Baxın, bu məsələ yağlı, buraların dərilərini özüm çıxartdım. Qanad da yağlıdır. Çox da yağ olmasın deyə çıxartdım. Baxın, çoxdur yağları nəsədə. Yağlı ət idi. İndi bunu da apararam. Qoyaram bayra, çöldə bişiklər, itlər gəlib gedib yərlər. Günahdır. Gətirim indi tez bazar soğanı doğrayım, asım, yeməyimi bişirim. Ondan sonra yarpaq yığmaya gedəcəm. Çünki Aytaca da zəng elədim. Dedi, gələrsən evdəyəm, gedək yığaq. Mən də səni gözləyirdim. Güllərimə də maşallah. Elə deyilmi? Nə də qəşəng görünür. Əlimi yuyum indi. Soğanı doğrayım. Bunları da hələ yığıb yerləşdirməmişəm. Yığıb yerləşdirərəm. Bunları yerləşdirdim. Belə bu cür kloka 2 yerə böldüm. Bu biraz çoxdur buna baxanda. Bununla sıx solu kartuşkalı kimi bir yemək edə bilərəm. Bunu da nə bilim plovun gözünə qata bilərəm. Burada da asmışam artıq. Bu da pişməyə başlayıbdır. İndi bunu yerləşdirək qızlar. Gətirək, xaladenikədə yerləşdirək. Əldən ayaqdan götürək. Burada da var idi. Burada nədir? Burada mal ətlərdir. Buraya da ki belə cincərdir, noxuddur, belə göy əti kimi şeylər yığıram. Bu belə. Bunu da parım məhlənin pişikləri yesin. Bu artıq bişir, suyunu qoyur. Baxın, nə qədər yağı çıxıbdır. Burada da kartuşka gətmişəm. 5 dənə. Bunu da soyum. Tez bazar işimi görüm. Yeməyə bişirdim. İndi də ki gedib yarpağımızı yığaq. Bunu göstərmək istirdim sizə. Baxsanıza qızlar. Nə qəşəng, nə gözəl açır. Bildiyimiz geyrandır. Amma neobычный sortdur. Mən bunu çox gəzirdim. Amma tapdım. Buradan da bir gönçəsi gəlir. Görün nə qəşəng açır. Bunlar da belə, bunların çiçəkləri artıq yonlasıdır. Solanlar üstündə qalmamalıdır. Gizlənib. Solur deyəsən bax. Bunun rəngi də gözəldir. Kamerada nədənsə bu rəng çıxmır. Qırmızı görünür, amma qırmızı deyil, bənövşə rəngdir. Bu da gül kimi açır. Bunlar da solub, bunlar da təmizləmək lazımdır. Nəysə belə uşaqlar çıxıbdır. Gedək indi biz də yollanaq. Uşaq bağçası. Зейна, Захана, смотри. Az mən qorxuram olar, bir qoymağa.
Bu səsləndirimi mən edirəm. Mənəm Nərgisin baldızı. Bunlar yarpaq əvəzinə gilas soğurluğuna gəliblər. Görürsünüz. Baldız opşum üzüm bağına düşüb. Maşallah, maşallah. Həqiqətən də biraz dənlədik əvvəlki yerdən. Ondan sonra gəzinirdik, dedik biraz gəzək, bağa baxın. Bütün üzümlükdür. Qəşəng də yarpaqları var, yuxa. Belə əmli yarpaqları var imtası. Biz biraz irisini yığacaq da, bax belə. Standart yumuşaq yarpaqlardır. Keçən dəfə mən üzüm yarpağı dənlədiyimiz videonu paylaşanda bir bacı yazmışdı ki, o üzüm yarpaqları yaxşı deyil, rezin kimikdir. Mən yazdım, o yoruma cavab verdim, heç rezin kimik deyil. Yumuşaq bişəndə tez də bişir, qəşəng də dolması olur. Yarpaq çox yuxadır. Hə? İlan olar? Az nə gəzir ilan? Ay taç, nə gözəldir o tərəflər. Elə bunun üstü deyirəm, çox əzməyək. İçinə də girib, az nə gəzir ilan? Sən mənə ürək-dirək ver, mən də sənə. Salam dedə bir. Salamlayıram hər kəsə. Evet, salam. Xoş günlər diləyir hər birinizə. Mən tez-tez yığım qızlar. Axşam üstü də artıq tez-tez yığaq, işimizi, gücümüzü görək, evə gedək. Maşallah, maşallah. Əclaf bizə qarışmır. Əclaf qızana deyir. Əclaf bizə qarışmır. Biz özümüzü çəkirik, bu anla da bizi çəkirlər, ay qız. Baxsana oturan biz üzüm yarpağına cümmüşük televizyon. Dilimiz, hə? Gəh evdəyik, gəh çöldə, bayırdayıq. Getdik, işimizi, gücümüzü gördük, yarpaqlarımızı yığdıq, yığışdırdıq, gəldik. Mən indi davam edirəm videomu. Çünki Aycan da gəlmişdi. Aytac, Aycan, mən oturduq biraz yarpaq yığandan sonra parkda. Dedik, güldük, söhbət etdik, yap gələcək. Ondan sonra dağılışdıq. Elə bayaq gəldim, bir 10 dəqiqə yoxdur gələli. Yarpaqlar belədir, qəşəng yumuşaq yarpaqlar yığdım yenə. Bugün bunu edə bilməyəcəm. Elə bu cür qalsın. Baxın, nə qəşəngdir. Elə bu cür qalsın, sabah Allah qoysa işə gedənətən bunu belə qəşəng çin-çin yığıb bankalara yığacam. Hələlik artıq zaryadkam qutardı. Daha iş görməyə gücüm qalmadı. Burada da biraz salat qalıbdı. Bunu da gətirib ağzını örtəcəm. Bacım gələndə yer, yemək. Burada da yeməyimiz. Bunu da ki şirəli qazana töküm. Xaladenika qoyacam. Gələndə oradan götürüb yer. Bunda qalmasın. Artıq hava istidir. Xaladeniksiz saxlamaq olmur da yeməyi. Bunların yerini də dəyişək. Gedib uzanacam dedim, amma hələ uzana bilmədim. Yatmaq yoxdur bizi, Anəsibə. Həncəri gəldin, kürmüş. Bəli, xanım, görüm quduldu, gəldirim, yatışmırlar, nədir? Nə dər keçdi bugün günün? Zulum. Niyə? Zulum, astağfır. Qoy bunu. Yoruldum axı. Qoy bunu belə qoyma. Yoruldun? Mənsiz həncər keçdin. Mən yuxular qalxa yoruldum, o günlə uğraşım bilmədim. Niyə? Mən eləməm tapıçqım. Məni görmədim, günlər çox darıxmışdım. Çox darıxmışdım, valla. Keşke gəlib orada işləyəydim Anəsibə. Bayaqdan Səncə bir səkət çay ver. baş üstə gözüm üstə. Mən də sən səbəbini içərəm. Xörəyi də dəyişdirmədim. Çırəli qazana qoymaq istəyirdim. Dedim gələrsən, yemək verim, yiyinə. Yemək yiyirsən mi? Salat da var. Duz töyməmişim, salat da var. Nə yiyirsən ki? Elə gözəl yemək pişirmişəm. Vallahi heç bir yemək halım yox. Böyük bir başım yaman ağrıyor. Niyə? Mən də səni gözləmişəm. Bunu dəyişdirmədim, qalsın dedim. Buradan nə qallarımı yığışdırmamışım.
saat yiyeceğim. Bundan da verim suyundan. Bilirəm ət yeyən şey deyirsən. Suyundan verim kartuşkasını. Amma gözəl dadır Allah haqqı. Nəsə də mənə başım çox ağrıyor. Mümkün onlar nə bir dərd oldu, bir ağır oldu ki. Yarpaqlarıma bax. Sabah işə gedənə tən onu hazırlayacağıq. Bıy. Valla. Anne mən də sənin kimi işləyirəm də. Sən orada işlədin, mən də burada. Mən bu günlərlə işləməyi az işləmişəm. Amma başım çartdı. Niyə? Bilmirəm nəsə başım yola. Mənim yerimi çəkibsən sən. Qablarımı yığışdım. Hə? Duz töhməmişəm o salata. Sən canım belə mənalı olur. Bu. Asa məndə nə istəyirsən? Heç nə istəmirəm. Dedim sən gələnə tənə gedərəm, doyuncaq yataram, amma yata bilmədim. Artıq bir günü yola verdik. Günümüzün axarına gəlib çatdıq. Bunu götürüm. Videomu burada sonlandırım. Gecəniz xeyrə qalsın. Yuxunuz şirin olsun. Yəni bizdə gecədir, ona görə gecəniz xeyrə qalsın deyirəm. Sağ olun, sağlıqla qalın xanımlar.